Salamlar. Üç uşaqlı ananın bir günü vloquna xoş gəlmisiniz. Çoxlu vloqlar çəksəm də bu aralar yorğun oluram və editləməyə vaxt tapmıram. Gəlin bugün maraqlı bir mövzu haqqında danışaq. Özəl günlər. Ad günü, evlilik il dönümü, həmçinin bayramlar. Məsələn, qarşıdan 14 fevral yaxınlaşır. Hər il bu tarix gələndə evli qadınlar bəzən diqqətsiz kişilərdən bu cümlələri eşidir. Biz artıq sevgili deyilik, evliyik. Bu cümləni eşidən qadın düşünür ki, evlilik sevgini ləğv edən bir müqavilədirmi? Yəni, nikah masasında imza atanda romantika avtomatik olaraq bitməlidirmi? Əgər belədirsə, bəs evlilik niyə bu qədər gözlənti ilə başlayır? Əvvəllər necə idi? Tanışlıq vaxtı, nişan vaxtı, sevgili olanda. Kişi plan qururdu, vaxt ayırırdı, xırda detallar düşünürdü. Bir mesaj, bir gül, bir sürpriz. Evlənəndən sonra isə birdən-birə hər şey adi olur. Elə bil qadın artıq xüsusi deyil, sadəcə gündəlik həyatın bir parçasına çevrilir. Halbuki evlilik sevginin sonu yox, daha dərin mərhələsi olmalıydı. Kişi çox vaxt belə düşünür. Mən məsuliyyətimi yerinə yetirdim. Ev aldım, pul qazandım, ailə qurdum. Qadın isə başqa cür hiss edir. Qadın düşünür ki, evliliklə mən daha çox dəyər görəcəyəm, daha çox düşünüləcəyəm. Problem də elə buradan başlayır. Kişi məsuliyyət göstərir, qadın isə sevgi görmək istəyir və bu ikisi çox vaxt bir-birinə ziddir. 14 fevral mövzusu çıxanda da bəhanələr başlayır. Restoranlar o gün bahadır, hər yer doludur, bu hamısı pul tələsidir. Bəli, ola bilər o gün hər şeyin qiyməti şişirilsin, restoranların, hədiyyələrin və s. Amma sevgi təkcə restoranda olmur, sevgi niyyətdə olur. Bir çay içmək də olar, bir gəzintiyə çıxmaq da, evdə bir şam yandırmaq da. Problem pulda deyil, problem düşünülməməkdədir. Qadını incidən şey bahalı yerə aparılmamaq deyil. Qadını incidən şey onun üçün bir plan qurulmamasıdır. Bəzən deyirlər ki, bu xristian bayramıdır. Bəzən deyirlər ki, sevgili deyil yaxı, niyə hədiyyə alım? Maraqlıdır ki, evlilik sevgini öldürürmü, yoxsa sadəcə bəhanələri artırır? Qadın hədiyyəni ona görə istəmir ki, dəyəri var. Qadın hədiyyəni ona görə istəyir ki, hiss etsin, mənim üçün düşünülür. Bunu biraz da real danışsaq, kişi gündə 1 manat kənara atsa, bu bir il ərzində 365-366 manat edir. Bu müddətdə sevdiyin qadın üçün, uşaqlarının anası üçün bir xırda bir şey almaq həqiqətən bu qədər çətindirmi? Söhbət bahalı bir hədiyyədən, mütləq qızıldan getmir. Söhbət planlamaqdan gedir. Söhbət bir il əvvəldən mən bugünü unutmayacağam deməkdən gedir. Türklərin komediya janrında Mutluyuz adlı bir filmi var. O filmə baxmısınız? Həmin filmdə çox maraqlı bir səhnə var. Cütlüyün evlilik il dönümüdür. Kişi qadına hədiyyə olaraq mətbəx robotu alır. Ola bilər ki, bu hədiyyə qadının işini asanlaşdıracaq. Amma özəl günlərdə qadınlara mətbəx əşyası, ev əşyası almaq çox qadının arzulayacağı bir şey deyil. Kişilər hədiyyə alırsa, qiyməti ucuz ola bilər. Amma qadının özünə aid olsun, özünün istifadə edə biləcəyi bir şey olsun. Bayaq TikTokda videolara baxarkən qarşıma bir türk qızın danışığı çıxdı. Bu mövzuya aid olduğu üçün istədim ki, sizinlə də bölüşüm. Barış Mançonun Allah beni, pulla beni yar mahnısını yəqin ki eşitmisiniz. Mahnıda qadın kişiyə deyir ki, könlüm səndən bir şey istəyir. Allah beni, pulla beni, al koynuna yar. Kişi isə qarşılıq olaraq deyir ki, sənin üçün dağları dələr yol açaram, sənin üçün dənizləri qurudaram, sənin üçün göy qübbəni yerlərə çalaram. Qadın da bu cümlələrdən sonra deyir ki, dağlar, daşlar, uçan quşlar sənin olsun, dəniz, dərya, göylər öz yerində dursun. Yəni burada məna odur ki, qadınlar kişilərdən möcüzəvi, fantastik bir şeylər istəmir. Sadəcə görülmək, anlaşılmaq, dəyərinin bilinməsini istəyir. Hətta bir psixoloq çox gözəl bir nümunə çəkmişdi. Gəlin sizə onu da danışım. Bir qadın ailəsinə deyir ki, boşanmaq istəyirəm. Ailəsi də qadına deyir ki, döymür, söymür, hər axşam evə gəlir.
Qumarı yox, içkisi yox. Sən daha nə istəyirsən? Qadın ağlayaraq cavab verir ki, məni duymur, dinləmir, anlamır. Özümü o evin xidmətçisi kimi hiss edirəm. Bir əlinə sağlıq belə demir. Gözümün içinə baxmır. Şəfqət, nəvaziş göstərmir. Hətta əlimi belə tutmur. Başqa bir adam ailəsinə deyir ki, boşanmaq istəyirəm. Adamın ailəsi isə deyir ki, yeməyini hazırlayır, evi təmizləyir, uşaqlara baxır. İşi, gücü də var, daha nə istəyirsən? Adam da ağlayaraq cavab verir ki, məni anlamır, hər dəfə küsür, davamlı şikayət edir, mətbəxdən çıxmır, işini də evə gətirir. Bir insanın qumar oynamamağı, söyüş söyməməsi, döyməməsi, yemək hazırlaması, uşağına baxması, axşam evə gəlməsi, pul qazanması onu yaxşı həyat yoldaşı deyil, məsuliyyətlərini yerinə yetirən bir insan edər. Hava dumanlıdır. Gördüm. Dumanlıdır. Duygu, de oxuma ananı, necə oxuyurdun? Oturdum. Deyən sən bu yana keç, sən düş buradan. Sağ ol. Həyat yoldaşı olmaq demək, bu işləri edərkən eyni zamanda da paylaşa bilməkdir, danışa bilməkdir, maraqlanmaqdır, empatiya qurmaqdır, dinləmək və anlamaqdır. Yanındakı insanı özəl hiss etdirməkdir. Bu saydıqlarımın hamısı bir arada olanda ora ev deyil, yuva olur. Yanındakı insan da evi paylaşdığın biri deyil, həyatını paylaşdığın həyat yoldaşın olur. Psixoloqun saydığı cümlələr o qədər doğrudur ki, insanlar bunu anlasa həyatları daha da gözəl olar. Əgər vloqumu bura qədər izləmisinizsə, sizdən bir xahişim var. Kanalıma abunə olub, dəstək olmağınız mənim üçün çox önəmlidir. Yazdığınız gözəl şərhlər məni motivasiya edir. Həmçinin mənə mövzu barəsində də kömək etsəniz çox yaxşı olar. Növbəti vloqlarımda hansı mövzular haqqında danışaq? Nəysə, qayıdım mövzumuza. Qadınlar çox vaxt istəklərini səsli demir, amma içində saxlayır. Əvvəl danışır, izah edir, deyir, sonra görür ki, dəyişən bir şey yoxdur. Sonra inciyir, sonra susur və ən təhlükəlisi də budur. Çünki qadının susması razılaşmaq deyil. Qadının susması yorulmaqdır. Qadın boş ver deyirsə, həqiqətən boş vermir. Sadəcə artıq deməyə gücü qalmayıb. Kişilər bəzən bunu anlamır. Çünki kişi sevgini başqa cür göstərir. Kişi üçün sevgi işləməkdir, pul qazanmaqdır, ailəni təmin etməkdir. Şaxta baba dediler. Aferin sana, nədir şaxta babadır? Ne güzeldir. Hey, jingle bell, jingle, o da Hey, Aferin. Qadın üçün isə sevgi xırda şeylərdir. Bir söz, bir baxış, bir toxunuş, bir səni düşündüm mesajı. Bunlar böyük şeylər deyil, amma təsiri çox böyükdür. Qadın həmin o xırda diqqətlə özünü dəyərli hiss edir. Bəzən deyirlər ki, gündəlik həyat onsuz da yetərlidir. Niyə bir gün belə xüsusi olmalıdır? Əlbəttə ki, məhz buna görə qadın gündəlik həyatın stresindən, rutinindən çıxıb bir gün xüsusi hiss etmək istəyir. Bu gün hədiyyədən yox, diqqətdən, xatırlanmadan, sevilməkdən bəhs edir. Məsələ də ondadır ki, qadın möcüzə gözləmir, qadın hər gün hədiyyə istəmir, qadın sadəcə xatırlanmaq istəyir, xüsusi olduğunu hiss etmək istəyir. Evlilikdə romantika yoxdursa, məsuliyyət tək başına yetərli olmur. 14 fevral məcburiyyət deyil, heç kim deyə bilməz ki, mütləq bu günü qeyd etməlisən. Amma bugün bəhanəsizlik üçün bir fürsətdir. Bir gün özəl belə gündə diqqət göstərilmirsə, qadının içində sual yaranır. Mən bu münasibətdə hardayam? Mən nə vaxt xüsusi oldum? Və bu suallar cavabsız qalanda arada məsafə yaranır. Sevgi sübut istəmir, sevgi israr da etmir. Amma diqqət istəyir, düşünülmək istəyir. Və bəzən bir gün belə kifayət edir ki, insan özünü yenidən sevilən hiss etsin. Əgər sən sevdiyini xatırlatmaq üçün bir gün belə ayırmırsansa, o insan səni niyə hər gün ürəyində daşısın? Növbəti vloqlarda görüşənədək sağ olun.